Bu günün altında belə tuturam maykanı. Əlimdəki 2 manat uşağa çörək yaparım, onu da qoymurlar. Bura xalq arasında Vasmoy bazarı kimi tanınan 8-ci kilometr bazardır. Təxminən 20-dən çox qadın iddia edir ki, təxminən 25 ildir ki, məhz bu ərazidə satışla məşğuluq. Amma bu yaxınlarda gəlib bizi buradan yığışdırdılar və dedilər ki, olmaz, bir daha olmaz. Bəs niyə olmaz? Həmin o olmazı araşdırmağa gəlmişik. Səbəbi nədir qardaş? Bax bizim yola adiyyətimiz nədir? Bax yol oradadır, görürsünüz da özünüz mənə çölü çəkmiş eləyir. Bu yolun ayrıcıdır. Həmin yerdə bax burada işləyirəm. Neçə illərdir? Məsələn, neçə ildir? 22 ildir, 23 ildir. 22 ildir satırdınız burada, hə? Bax eləcə burada işləmişik 24. Nə satırdınız? Qadın alt paltarı, corab, bax belə xırdavat piştaxtaların üstündə. Ayın 7-sindən gəlib buranı yığışdırıblar. Deyirlər olmaz. 20 ildir mən bazarda işləyirəm. Bax orada dururam, divdə. Qoymurlar. Gələn kimi şəklimizi çəkirlər, göndərirlər bölməyə. Bu 20 ildə sizə bir söz yan olmamış da? Ara-bərə yığılırdı, amma belə olmur da. İndi deyir ki, deyir mayka tuman satıram, deyə ora qoymuşam kişi üçün. Əlimdə də satmağa qoymurlar. İmkanımız yoxdur. Var. Biz oradan içəri girib, optoyda nisiyə malı gətirib, qavamızı tökürük, satırıq. Axşam orada qalan pulu götürüb, nisiyə pulu qaytarır dala. Qoymurlar. Bura bazarın bir qoludur, bir hissəsidir. Yəni buradan ora işləmək olar, o tərəf ora buranı qoymurlar. Şimdi yola aidiyyətimiz də yoxdur bizim atamızda. Nə qədər borcumuz, kreditimiz var. Hamısını burayla ödəyirdik. Allah haqqı, mən oğluma toy eləyəndə kredit götürmüşəm. Onu ödəyə bilmirəm da sözün düzü. 2 dənə kreditim var. Burayla az-az hissə ödəyirdim. 15 ildir gəlib düşmüşəm bax bu bazara. Bax burada karobkalarda, banan yeşiklərində mal satırıq. Burada işləyirik. Ayrı yerə gedək, o belə bizim hərəmizin bir qət torbası malımız var. Onunla gedək harda yer götürək işləyək. Bir dənə baba bu damcı yerin açılışını işləyirik, bərpasın. Bax qoyaq o karobkamızı, lalkar çörəyimizi qazanaq. Yolu qoymurlarsa bax cəmaət mağazində ona toplu meyvələr qoyur. Bəs bazarın içində yer yoxdurmu? Yoxsa? Hamı öz yerində oturub satır. Hərənin öz yeri var. Mənə bir şey çatmır. Bax, Yəni sizə bugün başqa yer təklif eləsələr razı olarsınız, yoxsa? başqa yer təklif etsə mənə imkanım yoxdur axı. Mən gərək içəridən gedib yer götürəm. Mən 10.000 manat ki, mənə pul lazımdır. Mal vurmalıyam ki, mən o yer pulunu da ödəməliyəm. Bazarın ərazisindədirlər, deyirlər ki, bizi yığışdırırlar buradan, qoymurlar satmağa. 25 il satırdı. Gəlməli şey bura, yəni rəhbər özü gəlməlidir. Bazarın müdiriyyətindən danışmaq mümkün telefona, yoxsa da mümkün deyil? Mümkün deyil də yəni? Yox. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına, eləcə də ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Mən